Başlayaq. Yoldaşlar da qoşulduqca qoşulacaq Allah qoysa. Deməli yoldaşlar, bu gün mən sizə demişdim ki, 19-cu əsr Azərbaycan tarixini üzü Cümhuriyyət, qismət olsa Cümhuriyyət qarışıq keçəcəyik. Prosesə ümumi belə yanaşaq. Deməli, 19-cu əsrə qədər ki, Azərbaycan tarixi tamam ayrı bir tarixdir. İstər Azərbaycanda dövlətlərin yaranması, istər onların dağılması, istər digər xüsusiyyətlər. Bütün dövlətlərimizin dağılmasının ana səbəbi, belə deyək, feodal pərakəndəliyin hökm sürməsidir. Yəni, feodal pərakəndəlik dedikdə nəyi nəzərdə tuturuq? Deməli, iri feodalların həddən çox güclənərək mərkəzi hakimiyyətə tabi olmaması və özlərinin müstəqil hökmdar kimi qudurğancasına aparması həmin dövlətlərin süqutunu şərtləndirdi. Elə təsəvvür edin ki, müasir Azərbaycan dövlətində bir sıra özünüz bilirsiniz ki, klanlar var. Hansı ki, indi əksəriyyəti yavaş-yavaş qozalar sıradan gedir, amma çox böyük sərvət və gücü əllərində toplanmış şəxslərdən gedir. Təbii ki, keçmiş nazirlərimizin bir çoxu. Bax, bunlar iri feodallardır. Təbii ki, bu iri feodallar İlham Əliyev hökumətinə qarşı baş qaldırmış olsa, o zaman dövlət daxilində nə baş verə bilər? Xaos yarana bilər. Ona görə də dövlətin vəzifəsi nədən ibarətdir? Bu şəkildə qanunvericiliyə məhəl qoymayan şəxslərin vaxtında ortadan çıxarılaraq mərkəzi hakimiyyətin varlığını qoruyub saxlamaq. Bugünkü gündə biz bunu müəyyən qədər bacarırıq dövlət olaraq. Amma bizim tarixi dövlətlərimizə biz diqqət yetirsək, 19-cu əsrə qədər ki, heç bir tarixi dövlətimiz bunun tam öhdəsindən gəlmədi. Hətta nəhəng, belə deyək, qürrələndiyimiz Səfəvi dövləti belə Şah İsmayıl, Təhmasib və Şah Abbasın hakimiyyətdən sonra gələn varislər bu ənənəni qoruyub saxlaya bilmədilər. Nəticədə müxtəlif bölgələrin ayrı-ayrı güclü nəsillərin əlinə keçməsi və onların həmin ərazidə həddən çox köklənməsi və daha sonra bu torpaqların məhz onların nəslinə məxsus olması iddiasında bulundular ki, bu da Azərbaycanda xanlıqlar dövrü kimi acı bir vətəndaş müharibəsi dövrünün formalaşmasına səbəb oldu. Bəzən bizə orta məktəbdə keçən zaman dərsləri deyirlər Azərbaycan xanlıqlar dövrü. Və bizə o qədər fəxrlə bunu qürrələnərək deyirlər, sanki böyük bir şey eləmişik. Balaca Azərbaycanı 30 hissəyə bölmüşük və hər bölgədə bir dənə xan peyda olur və bunu bizə tarix kimi keçirlər. Əslində bu tarix deyil, yoldaşlar, bu biabırçı bir tarixdir. Nədir? Bu vətəndaş müharibəsidir. Necə olur ki, eradan əvvəl qədim Roma kimi nəhəng bir imperiyada Yuli Sezarla Pompey arasında olan bu 59-54-cü il toqquşmasını vətəndaş müharibəsi kimi təqdim edirlər. Antoni ilə Oktavian Avqust arasında olan münaqişəni ikinci vətəndaş müharibəsi kimi təqdim edirlər bizim tarixdə. Amma bütün respublikanın bir-birini qırdığı tarixi isə xanlıqlar dövrü kimi təqdim edirlər. Əslində bu bir bəlalı tarixdir. Şəki xanlığı, Şirvan, Quba, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan, Lənkəran, Urmiya, Təbriz, Xoy, Mərənd, Ərdəbil və bu şəkildə bölünmə Azərbaycan tarixinə dərin bir ləkə saldı. Bax, həmin tendensiyadır ki, 1747-ci ildən bu günə qədər də bizim Azərbaycanda problemlidir. İşə girərkən birinci sual haralısan? Yəni, ya Şirvanlısan, ya Şamaxılısan, ya Qublalı, ya Gəncəli, ya Qazaxlı, ya Qarabağlı, Naxçıvanlı və s. və s. Bu xəstəlikdir. İnsanların regionuna görə yanaşma xəstəlikdir. Bunun da kökü xanlıqlar dövründən qalır. Ona görə də mən o xanlıqlar dövrünü çox dərin keçməyəcəm, ümumiyyətlə yanaşmayacam, çünki ən zəhlən gedən bir dövrdür, əsəbləşirəm o dövrü. Orada iki əsas hadisəni yadda saxlayın. Birincisi, 1752-ci ildə tarixdə baş verən Qızılqaya xəyanəti. Sual düşər ki, Qızılqaya xəyanəti nədir? Şəki xanı Hacı Çələbiyə qarşı bütün digər xanlıqların birləşərək Gürcü çarı İraqlı ilə ittifaqa girmələri, çünki məqsədləri Hacı Çələbini devirmək idi, çünki o güclənmişdi. Bir Azərbaycanlı güclənmişdi, digərləri bunu götürür, mütləq onu öz vəziyyətlərinə salmalıydılar. Çünki əski Azərbaycan və bu gün də davam edən Azərbaycan psixologiyası və nə baş verir? Onların kürəyini söykədikləri Gürcü çarı İraqlı Gəncə yaxınlığına gələrək bütün digər Azərbaycan mikrofonu bağlayın zəhmət olmasa. Digər bütün Gəncə, İraqlı gəlib bütün digər Azərbaycan xanlıqlarını Gəncə yaxınında əsir tutur, onların özünü əsir tutur.
Bəs onları bu əsirlikdən kim xilas eləyir? Bu xəbəri eşidən Hacı Çələbi. Şəki xan Hacı Çələbi eşidir ki, Gürcü çarı hansısa bir qonşu dövlət Gürcü xristian gəlib digər Azərbaycan xanlıqlarını, digər qardaşlarını əsir tutub. Tez təcili qurultay çağırır və bu qurultayda deyir ki, nə qərar qəbul edirsə eləyin, bircə içində kürü keçmək olsun. Bax, beləliklə Hacı Çələbi kürü keçərək İraqlini məğlub edir və bütün digər əsirlikdə olan Azərbaycan xanlıqlarını azad edir. Bax, bu Qızılqaya xəyanəti bizə onu göstərir ki, bizim özümüzün özümüzə güvənməkdən başqa bir çarəmiz yoxdur, başqa bir yolumuz yoxdur. Yalnız özümüz özümüzə dəstək ola bilərik. Nəinki sərhəddən o tərəfdə hansısa bir xristiyandan kömək, ümid gözləmək. Bax, bu canlı bir örnəkdir. Bu gün də qüvvədədir bizim üçün. Baxmayaraq ki, 1752-ci ildə baş verib. Digər bir örnək kimi biz 1763-cü ildə baş verən bir hadisəni deyə bilərik. Belə ki, digər türk tayfası Kərimxan Zənd, Zəndlər sülaləsinin nümayəndəsi Kərimxan Zənd digər Azərbaycan xanı Urmiya xanı Fətəli xan Əfşar üzərində qələbə çalaraq ondan sonra qalib gəldikdən sonra onlarla müttəfiq olan Azərbaycan xanlıqlarını Şiraz şəhərində qonaqlığa çağırır. Şiraz qonaqlığı deyirlər buna və nəticədə özünü İran nümayəndəsi kimi aparan Kərimxan Zəndlər nəsli qonaqlığa gələn digər Azərbaycan xanlığı, o cümlədən Qarabağ xanı və Pənahəli xanı neyir? Əsir tutur. Bütün gələn xanlıqları ilə əsir tutaraq həmin xanlıqları ələ keçirmək istəyirdi. Bax, bu Şiraz qonaqlığı da bir daha onu göstərir ki, özümüzə güvənməkdən başqa çarəmiz yoxdur. Amma nəyin şahidi oluruq? Paralel olaraq Quba xanı, Fətəli xanın Rusiyanın simasında digər Azərbaycan xanlıqları üzərində üstünlük qazanmasını və xanlıqlar arası toqquşmanın güclənməsini görürük. Beləliklə, biz 19-cu əsrin əvvəlinə o vəziyyətdə gəlib çıxmışıq ki, yoldaşlar, bütün Azərbaycan xanlıqları bir-birini qıraraq regionlar, demək olar ki, bir-birinin axırına çıxmışdılar. Beləliklə, Rusiya hücum edən zaman Rusiyanın qarşısında duracaq elə bir qüvvə yox idi. Bax, bu Çar Rusiyasının imperiya xislətinin parçala və hökm et siyasətinin tərkib hissəsi idi. Çünki Çar Rusiyası Cənubi Qafqazı nəyin bahasına olur olsun İrana və ya Osmanlıya peşkəş etmək niyyətində deyil, o bu regionu onsuz da elə ya belə tutacaqdır. Amma tuta bilməzdən öncə oranı bir-birinə qarşı qırdıraraq zəiflədir. Bax, bu əsl parçala hökm et siyasəti anlayışıdır. Gəldik, çıxdıq nəyə? Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı hansı hadisə ilə başlamışdır sualı ola bilər. Yoldaşlar, yadda saxlayın. 1801-ci il 12 sentyabr tarixində bir hadisə var ki, biz buna deyirik Çar 1-ci Aleksandrın fərmanı. Çar Aleksandrın belə deyək, manifesti. Adını daha yaxşı manifesti. Çar 1-ci Aleksandrın manifesti. Həmin manifestlə nə qərara gəldi? Çar Aleksandr qeyd edir ki, Gürcüstan torpaqları Rusiyanın tərkib hissəsi elan olunur. Bununla da nə baş verir? Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalına start verilir. Deyərsiniz, necə? Belə ki, 1736-cı ildə Səfəvilər dövlətinin varlığına son qoyan Nadir xan Əfşar, ona kəniz kimi hədiyyə göndərən İraklinin hakimiyyətini tanıyır və ona belə deyək, Qazax, Şəmşəddin, Borçalı və Pəmbək bölgələrini Gürcü çarı İrakliyə hədiyyə verir. Məqsəd, çünki Nadir xana qarşı çıxır kim? Qarabağ bəyləri, Gəncə bəyləri, Qazax bəyləri, Baharlılar, 24 tayfaları, bu Qərbi Azərbaycan toplumu belə deyək, Gəncədən o tərəfə, Nadir Şahın Səfəvilər dövlətinin dağıtmağına qarşı çıxırlar. O da bu tayfaları cəzalandırmaq üçün həmin torpaqları Gürcüstana hədiyyə verir. Beləliklə, Gürcüstan bu torpaqlara yoldaşlar açıq-açığına iddia edir. Lakin 1796-cı ildə yadda saxlayın, Gəncə xan Cavad xan, o məşhur Gəncə xan Cavad xan, bütün Gürcüstanın əlində olan bu torpaqları hamısını ələ keçirir, geridən qaytarır. Deyir, bura Gürcülər sizlik deyil, bura
Türk toplumunun, Azərbaycan toplumunun tarixi dədə torpaqlarıdır. Bunu sizə Nadir Şah versə də bura bizlikdir. Bəs nə baş verir? İraqlı Gürcüstanı Rusiyayı birləşdirəndə həmin Qazax, Şəmsəli, Borçalı, Pənbəş bölgəsi də Gürcüstanın tərkibində Rusiyaya birləşdirilmiş elan olunur. Lakin Gəncə xan Cavad xan bunu təhvil vermir. Bu da Rusiya üçün bəhanə yaradır ki, Azərbaycan torpaqlarına hücuma keçsin. Təbii ki, Rusiya ilk olaraq 1803-cü ildə yadda saxlayaq bu hadisəni. 12 aprel tarixidir yoldaşlar. 12 aprel tarixi. Bizim tariximizdə belə bir müqavilə var. Sual düşsə ki sizə, andlı öhdəlik müqaviləsi nədir? Öhdəlik, andlı öhdəlik müqaviləsi. Çar Balakən bölgəsinin Rusiya tərəfindən işğalı, yadda saxlayın. Çar Balakən bölgəsi. İndi burada proseslər çoxdur. Mən onların hamısını deməyəm. Çar Balakən bölgəsi Rusiya tərəfindən ilhaq olunur. Çarın daxili müstəqilliyi qorunub saxlanılır, amma xarici müstəqillikdən məhrum edilir. Bütün səlahiyyətlər Rusiyanın əlinə keçir. Rus qoşunları Çar Balakən bölgəsində artıq deyil qala bilər. Onları isə ərzaqla təmin etməli idi Çar Balakənin cəmaatlığı. Bundan sonra ox çevrilir Gəncəyə. Gəncə xanı Cavad xandan Rus generalı Sisiyanov bu torpaqları istəyir. Lakin Cavad xan o torpaqları vermir, nə də tabi olmur Sisiyanova. Bunu bəhanə bilən Sisiyanov 1804-cü ilin yanvar ayında, yəni dekabrın 31-dən yanvarın 4-nə kimi bu münaqişə davam edir və Gəncə xanlığı nə edir? Süqut eləyir. Burada da erməni xəyanəti var idi. Çünki gecə qala qapılarının açılması prosesini məhz ermənilər həyata keçirmiş. Beləliklə, Gəncə məğlub edilir. Xanlıq idarə üsulu müqavimət göstərdiyinə görə Rusiyaya ləğv edilir və Yelizavetpol adı verilir Gəncəyə. Və Sisiyanovun əmri ilə Gəncədə 15 yaşına qədər 15 yaşından yuxarı bütün kişi nəslinin belə deyək, varlığına son qoyulur. Yəni, demək olar ki, bütün oğlan uşaqlarını, cavanların hamısı qılıncdan keçirilir, güllədən keçirilir. Ona sual veriləndə ki, sən niyə günahsız uşaqları qırırsan? O deyirdi ki, bugün bizim qırmadığımız bu gənclər gələcəkdə bizə güllə atacaq müsəlman tatarlardılar. Ona görə də o özünü sığortalamaq məqsədilə bu vəhşiliyi yaşlı qoca cavan demədən həyata keçirdi. Həm də o deyirdi ki, bizim bu addımımız bütün Azərbaycan xanlıqlarına, bütün Azərbaycana səs salacaqdır və bunun nəticəsini görəsiniz. Bilirsiniz, bu tendensiya baxanda Sisiyanov kim idi? Rusiya ordusunun zabiti, erməni əsilli zabiti. Və digər bir cəhətdən 1992-ci ilin fevralın 26-sında baş verən Xocalı soyqırımı ilə bağlı Ermənistanın cəlladı olan Serj Sarkisyan'a sual verəndə ki, siz niyə görə Xocalıda dinc əhalini, qoca, yaşlı, cavanı qırdınız? O qayıdır deyir ki, Azərbaycan xalqı elə bilirdi ki, biz heç vaxt qadınlara, qocalara, uşaqlara əl qaldırmarıq. Biz bunu etməklə onlara sübut etdik ki, biz hər şeyə qadirik və bunun nəticəsi olaraq onlar torpaqları qoyub qaçmalı oldular. Deməli, bu erməni psixologiyasında bu vəhşilik təcrübəsi çoxdandan olan bir təcrübədir. Və Sarkisyan həmin Lesyonov kimi qanisenlərin yolunu davam edir, Andraniklərin yolunu davam edir. Beləliklə, Gəncədə Rusların törətdiyi qətliyam bütün Azərbaycana öz təsirini göstərdi. Və bunun nəticəsi olaraq yoldaşlar 1805-ci ildə deməli nə baş verir? Aprel ayının 14-ü, aprelin 21-i, bir-birinin ardınca və dekabr ayında öncə belə deyək, Şəki xanlığı, yox, əstağfurullah, Şəki nə idi? Özür istəyirəm. Deməli, Qarabağ xanlığı aprelin 14-də, arxasınca Şəki xanlığı, arxasınca Şamaxı xanlığı. Bax, bu üç xanlıq hər üçü könüllü olaraq Rusiyaya tabe oldu. Sual oluna bilər, nəyin nəticəsində? Yazıram bura müqavilənin adı. Adı gedir Kürəkçay müqaviləsi. Bax, sual düşsə ki sizə, Kürəkçay müqaviləsi nədir? Kürəkçay müqaviləsi yoldaşlar, Qarabağ, Şəki və Şamaxı xanlığının könüllü olaraq Rusiya təbəliyinə keçməsidir. Çünki Gəncədəki qırğınların həmin xanlıqların ərazisində davam etməsini istəmirdilər.
Bax, bu da onun Gəncədəki vəhşiliyinin bariz nəticəsi kimi təqdim oluna bilər. Sonra sual indi bizdə yaranar nə kimi yoldaşlar? Arada bir baxıram rekorda ki, görüm rekord gedir yoxsa yox. Bir də görürsən yaddan çıxır rekord. Ona görə. Bəs Sisyanovun aqibəti nə olur? Sisyanov artıq bu xanlıqları tutduqdan sonra üzü Bakı istiqamətinə gəlir. Lakin Bakıda gözünə döndüyüm Bakı hakimi xanım, Hüseynqulu xanın qardaşı oğlu Sisyanovu Bakı qalasının önündə Bakı şəhərinin qala açarları təqdim olunarkən silahını çıxardaraq Sisyanovun düz alnından güllə ilə vurur. Beləliklə, qatı türk düşmanı olan bu erməni cəllad Bakı qala divarları qarşısında öldürülür. Və bundan sonra Rus qoşunu geri çəkilir. Təbii ki, 1806-cılar yenidən gəlir, öncə Dərbəndi, daha sonra oktyabr ayında Bakını tutur. Və daha sonra sonuncu 1813-cü ildə Lənkəran xanlığının, indi hamısını yazmıram, çünki müqavilə hissələrini yazaram ancaq, Lənkəran xanlığının süqutu ilə belə deyək, Azərbaycanın, Cənubi Qafqazın Rusiya tərəfindən işğalının birinci dövrü başa çatır. İndi bu birinci dövrlə bağlı mən sizə iki prosesi deyəcəm. Nə baş verir bu dövrdə? Deməli, iki hadisədir. Deməli, 1804 1813-cü il, bir də 1806-1812-ci il. Bu tarixlərin ikisini də mən niyə görə yazıram? Bunun birincisi gedir Rus-Qacar müharibəsi. İkincisi gedir Rus-Osmanlı müharibəsi. Osmanlı müharibəsi. Məziyyət nədir? 1804-cü ildə Qacar hökuməti Rusiya müharibə edir. Çünki deyən İran dövləti Cənubi Qafqazın, Azərbaycanın Rusiya tərəfindən ilhaqını qəbul edə bilməzdir. Çünki tarix boyu İran bu torpaqlara, bugünkü Azərbaycan torpaqlarına öz torpağı kimi baxır. Və İran dövləti üçün İranın şimal sərhəddi Dərbənd keçidindən başlayır. Bugün də elədir. Bir əsr əvvəl də elə idi, 2 əsr əvvəl də, 3 əsr əvvəl də. İran heç vaxt Azərbaycan torpaqlarından geri çəkilmir. Rusiyaya gəldikdə isə, başda Vladimir Putin, bu Putinlə köpək yolu olmaqla hər dəfə prezident seçiləndə o sənədə qol çəkir. Rusiya Dövlət Dumasında, onun Kremlində bir sənəd var. O sənəddə göstərilir ki, Yujnaya qranica Российской Federasiya переходит через река Aras. Yəni, Rusiya Federasiyasının cənub sərhəddi Aras çayından keçir. Və o sənədə qol çəkir, and içir. Və təsəvvür edin ki, şimalımızda Rusiya dövləti Azərbaycan torpaqlarına iddialı, cənubumuzda İran Azərbaycan torpaqlarına iddialı, qərbimizdə isə təbii ki, qardaş desək də Türkiyə Cumhuriyyəti Cənubi Qafqazı bu iki dövlətə buraxmaq istəmir, Azərbaycana iddialı. Prosesin mahiyyətinin hətta Səfəvilər dövrünə doğru getdikdə nə görürük? Səfəvilər dövründə 1-ci Pyotr 1720-ci ildə nə etmişdir? Şimaldan Azərbaycan torpaqlarına baxaq, mən qısa bir xarakter verim, biləsiniz. Deməli, 1720-ci il Pyotr şimaldan Azərbaycana yürüş eləyir. Bu 1-ci Pyotrun dövründədir. Və Azərbaycan torpaqlarını 22-24-cü illər ərzində Ruslar tutur. Lakin Nadir xanın rəhbərliyi altında, Nadir ki, hansı ki özünü deyirdi, Səfəvilər dövləti olsa da özünü İran hökmdarı kimi aparırdı. Nadir xan başlığı altında Nadir Cənovun Rusiyaya müharibəsi baş verir. Paralel 1724-cü ildə Osmanlı da qərbdən hücuma keçir Cənubi Qafqaza. Onlar da, belə deyək, Azərbaycanı tutur. Deməli, Rusiya şimaldan, Nadir cənubdan, Osmanlı da qərbdən. Osmanlı da qərbdəndir, yoldaşdır. Bu da Nadir, belə deyək, Qacar, İran dövləti. Düz əfşar idi, amma İran dövləti kimi. Beləliklə, ortada bir dənə yağlı əbbək, bəddibəxt Azərbaycan var. Adını yazırıq Azərbaycan. Üç böyük imperiya dövləti, Rusiya imperiyası, Osmanlı imperiyası və İran imperiyasının ortaq maraq nöqtəsindədir Azərbaycan. Bu 18-ci əsrin əvvəlidir. Hal-hazırda danışdığımız dövr. Gəlirik deyək ki, 1801-ci ildən başlamış 1801-28-ci illər. Nə görürük? Yenə şimaldan Rusiya, cənubdan İran dövləti deyirik bununla razılaşmır Qacar hökuməti, qərbdən isə Osmanlı imperiyası qəti şəkildə bu regionda Rusiyanın olmasını qəbul etmir. Ona görə də, bax, 1806-12-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayır.
Həm Qacar hökuməti, həm Osmanlı imperiyası Azərbaycan torpaqları Rusiya tərəfindən tutulmasını qəbul etmədiklərinə görə Rusiyaya müharibə edən. Gələk bir əsr sonra yoldaşlar, 1920-ci ilə. 1920-ci ildə nə edir? 11-ci Qızıl Ordu Yeni Azərbaycana AXC hökumətinə hücum eləyir. Cənubda nə olur? İran hökuməti AXC-nin müstəqilliyini tanımaq istəmirdi. Çünki elə bir müstəqil dövləti şimalında tanınırdı. Nə baş verir? Qərbdən də Osmanlı dövləti məhz Nuru Paşanın rəhbərliyi altında bilirik ki, Osmanlı qoşunları AXC ərazisinə gəlmişdir. Beləliklə görürük 20-ci əsrin əvvəlində də yenə də Osmanlı, İran və Rusiyanın ortaq məqsədində Azərbaycan. Gəldik bu günümüzə. Yoldaşlar 2020-ci ildir. 44 günlük antiterror əməliyyatlarına baxın. Rusiya bilirik ki 94-cü ildən bəri bu ərazini təzyiq altında saxlayır. Müstəqil Azərbaycan bir yerdədir. Belə deyək. Erdoğanın rəhbərliyi altında Türkiyə zaten özünüz bilirsiniz ki, oturub Azərbaycanda belə deyək, Azərbaycanı kiməsə peşkəş eləmək istəmir. Cənubumuzda isə nədir? İran dövləti. Nə deyir? Gəlib Aras çayının yanında təlim keçirərək şirin quyruğu ilə oynam əməliyyatı keçirir. Yoldaşlar, tariximizə diqqətlə baxdıqda nəyə görürük? 1720, 1820-ci illər, 1920, 2020, 400 ildir. 4 əsrin eyni tarixində, eyni yüzilliklərin eyni tarixində, 20-ci illərində, birinci, belə deyək, yarım rübündə Azərbaycan torpaqları 3 böyük imperiyanın ortaq marağındadır. Və nəzərə alın ki, bax, bugünkü Azərbaycan dövləti və Azərbaycan rəhbərliyi 3 dənə böyük imperiya xüsusiyyətində olan canavar dövlətlərin nədir? O pəncəsinin altında öz müstəqilliyini qoruyub saxlamaq uğrunda mübarizə aparır. Təbii ki, zaman-zaman kiməsə əyilməlidir, kimlənsə kələləşməlidir, çünki varlığını qorumağın mümkünlüyü yoxdur. İndi bugün reallıq dəyişib. Rusiya tamamilə Ukrayna münaqişəsinə cəlb olunub, İran zaten bombalanır, Türkiyədən də elə bir ziyanımız yoxdur. Biraz 25-ci ildən sonra, 26-cı illərə doğru birinci rübü keçəndən sonra təhlükəli dövrü biraz sabitləşmə gedibdir. Ona görə də deyirəm ki, yadda saxlayın. Tarix biz üçün nəyə görə vacibdir? Tarix başımıza gələnlərin təhlili deməkdir. Təkcə illər demək deyil. Biz əgər başımıza gələnlərdən nəticə çıxartmasaq, o zaman bizi yeyib parçalayarlar regionda, yoldaşlar. Biz çünki kiçik dövlətik. Ona görə də biz proseslərin mahiyyətini dərk eləməliyik ki, haradan gəlirik, hara doğru gedirik və nəyi qoruyub saxlamalıyıq. İndi nə baş verir burada? Rus-Qacar müharibəsində Rusiya qalib gəlir və qalib gələrək bilirik ki, İranla nəyi imzalayır? Gülüstan müqaviləsi. Gülüstan müqaviləsi. Bunu unutmayın. 1813-cü ildə Gülüstan müqaviləsi imzalanır və bu müqaviləyə görə Aras çayı iki dövlət arasında sərhəd olur. Naxçıvan və İrəvan hələ Qacar hökumətində qalmaq şərti ilə. Amma nə baş verir? Rus tacirlərinə 5% gömrük ticarət tarifi tətbiq olunur. Ruslar isə ümumiyyətlə İran ərazisində pulsuz ticarətlə məşğul ola bilərdilər. Əvəzində bir də Xəzər dənizi Rusiyanın daxili dənizi elan olunur. Bunu unutmayın. Xəzər dənizi Rusiya imperiyasının daxili dənizi olur. Ancaq Rusiyaya məxsus, dairə seçmə yox. Bu mübarizədən, yəni qalib gələn Rusiyadır, yoldaşlar. Rus-Osmanlı müharibəsi, hansı ki bununla paralel gedirdi. Bu mübarizədə də Rusiya qalib gəlir. Və çox təəssüflər olsun ki, 1812-ci ildə Buxarest müqaviləsi imzalanır. Buxarest müqaviləsi ilə Rusiyanın Cənubi Qafqazı işğal etməsi tanınır Osmanlı tərəfindən. Məcbur olur, Rusiyanın qələbəsini tanıyır. Lakin indi görünməyən bir məsələ deyir. Aha, maraqlı burada yaranır. Rusiyanın Cənubi Qafqazı ələ keçirməsi İngiltərə və Fransanın kəskin etirazına səbəb olur. Onlar Cənubi Qafqaz bölgəsinin Rusiya tərəfindən ilhaqı ilə barışa bilmirlər. İndi deyəsiniz, ay müəllim, İngiltərə okeanın o tayında, yəni Avropanın o başında adada, Fransada Avropa mərkəzində onların nəyinə lazım Cənubi Qafqaz? Bax, Cənubi Qafqaz məsələsi yadda saxlayın. Bura yağlı əhbəkdir. Buranı heç kimə peşkəş eləyə bilməz. Beləliklə, Fransa və İngiltərə
Osmanlı və İran hökuməti ilə gizlin əlaqə yaradaraq onları tırpalayır, var qüvvəsi ilə onlara həmr verərək yenidən Rusiyaya qarşı müharibəyə təhrik edir yoldaşlar. Və beləliklə istər Qacar hökuməti, istərsə Osmanlı hökuməti yenidən Rusiyaya müharibə elan edir. Bax, bunu burada yazır. 1826, 1828, 1827, 1829. Bunu bilin. Sadece olarak, insan olarak bilin. Yeniden buna deyirik Rus-Qacar müharibəsi, buna ise deyirik Rusiya-Osmanlı müharibəsi. Beləliklə, bu müharibədə hər ikisində Rusiya qalib gəlir, həm Rus-Osmanlı üzərində, həm Qacar hökumət üzərində. Əgər oktyabrın 12-sində Gürcistan müqaviləsini imzalayaraq Azərbaycanı ilhaq edə bilmişdirsə, 1828-ci il fevral ayının 10-da imzalanan, 10 fevralda imzalanan Türkmençay müqaviləsi ilə Rusiya Azərbaycanı tamamilə ilhaq elədi. Naxçıvan və İrəvan da Rusiyanın tərkinə düşdü. Osmanlıya gəldikdə Osmanlı Ədirnə müqaviləsi ilə neynədi? Cənubi Qafqaz torpaqlarının Rusiya tərəfindən ilhaqını tanıdı və bir daha bu torpaqlara iddia etməyəcəyini təminat verdi. Beləliklə, Rusiyanın iki böyük imperiya üzərində qələbəsi müşahidə olunur. Ümumiyyətlə, yadda saxlayın. 19-cu əsrin birinci yarısı Rusiyanın işğalçılıq siyasəti tarixinin qızıl dövrüdür. En çok Rusya tarixində en güclü dövrü 19-cu əsrin əvvəlidir. Belə ki, Rusiya artıq Baltik dənizinə sərbəst şəkildə çıxıbdır. Çünki İsveç üzərində qələbələrdən sonra artıq Baltikə yiyələnibdir. 19-cu əsrin birinci yarısı, yəni 1806-1814-cü illər ərzində Avropanın fatihi sayılan Napolyon Bonaparte üzərində Rusiya möhtəşəm qələbəsini qazanıbdır. Napolyon Bonaparte ki, bütün Avropanı lərzəyə salmışdı. Amma Rusiya onun üzərində qələbə çalır. Rusiyanın çünki Kutuzov və Zubov kimi sonra bir sıra məşhur generalları var idi ki, və onlar bu qələbəni təmin edir Napolyon Bonaparte üzərində. Paralelində Rusiya Cənubi Qafqazda dedi ki, bu mübarizədə Osmanlı və Qacar İranını məğlub edir. Rusiya paralel surətdə yoldaşlar Mərkəzi Asiyada irəliləməkdə davam edir. Artıq sərhədlərini gedib Əfqanistanın Qəndahar bölgəsinə qədər dirəmişdi. Altay Pamir dağlarına qədər ərazi zəbt olunmuşdu və Rusiya paralel olaraq Sibirdə öz işğallarını davam edir. Və çox maraqlı məqam odur ki, Rusiya tarixində ilk dəfə Rusiyanın hərbi donanması gəmiləri ABŞ-ın Kaliforniya sahillərində belə görünməyə başlayır. Çünki Rusiya tarixinin ən təcavüzkar dövrünü yaşayırdı. Yəni, Azərbaycan xanları kimi xırda xanların Rusiya qarşısında dayanması mümkün deyildi. Yadda saxlayın, Rusiya hərbi maşın deməkdir. Yəni, bunlar belə deyək, burada analar oğulları yalnız hərbi və işğal üçün dünyaya gətirir. Elə bir psixologiyaya malikdir. Əgər Rusiya tarixinə diqqət yetirsəz, 9-cu əsrdə Kiyev Rus dövlətinin yaranmasından bugünə qədər bunlar ancaq müharibə aparıb. Özdə maraqlı cəhət nədir? Rusiya tarixinə diqqət yetirsəz, ancaq uzun müddətli müharibələr. Kimin mikrofonu açıqsa, o mikrofonu bağlasın zəhmət olmasa. Deməli, uzun müddətli müharibələrlə bağlı Rusiya çox böyük immunitetə malikdir və bunun nəticəsidir ki, onun üzərində kimsə elə asanlıqla qələbə çala bilməz. Əgər kimsə də fikirləşirsə, Ukrayna bu müharibədə tam qələbə çalacaq, o yanılır. Sadəcə olaraq biraz zəiflədə bilər. Çünki Rusiya müharibəni illərlə uzatmaqda maraqlı olub, qarşı tərəfin bütün qüvvələrini tarmar eləyəcəkdir. Yəni, qərb dövlətləri, NATO dövlətlərinin, Amerikanın da Ukraynaya yardımı bir yerə qədər gedəcəkdir. Çünki onun resursları tam şəkildə çatmayacaqdır. Ona görə də Rusiya bu prosesi bildiyindən çox sərbəst şəkildə öz addımını atmaqdadır. Deyəm görüm, kimin mikrofonu açıqdır? Mən buradan görəcəm. Vasif Yusifov, zəhmət olmasa mikrofonunuzu bağlayın, Yusif. Ay, sağ olun.
Aha, çünki istər-istəməz səs gəlir. Gəl yoldaşların eşitmə hüququnu pozmayaq, zəhmət olmasa. Hə, nəyi deyirdim yoldaşlar? Aha, indi məsələ nədir? Bax, nəyə görə bu müqavilələri yazdım? Bax, Türkmənçay və Ədirnə müqaviləsi Azərbaycanın qara taleyi deməkdir. Belə ki, Türkmənçay müqaviləsinin 15-ci maddəsində nəzərdə tutulurdu ki, İran ərazisində olan erməni əhalisinin Azərbaycana köçürülməsi təmin edilsin. Təbii ki, bu işləri Rus generalları Qriboyedov təşkil edib, Paskevich təşkil edirdi, hansı ki, Qriboyedov Rusiyanın İrandakı belə deyək, səfiri idi. Bundan əlavə bu köçürmə siyasətini həyata keçirmək üçün Yegizar Lazaryan adlanan bir erməni Gürcüstandan gəlmişdi Azərbaycan, Qarabağ, İrəvan bölgəsinə və burada erməni vilayətinin yaradılması ilə bağlı tədbirlər gördü. İlk dəfə 1828-ci il mart ayının 21-i günü, Novruz bayramı günü İrəvan şəhərində mərkəzi İrəvan olan erməni vilayətinin yaradılması həyata keçirilir. Və onun da rəhbəri Nerses Aştarakidze deyilən bir şəxs olur. Erməni əsilli Gürcü olur. Nəysə, onlar haqqında deməyim, gəlin Rusiyanın Cənubi Qafqazdakı köçürmə siyasəti. Bax, birinci məsələlərdən biri, köçürmə siyasəti dedikdə nə nəzərdə tuturuq? Deməli, Türkmənçay müqaviləsinə görə ermənilərin Azərbaycan torpaqlarında kütləvi məskunlaşması prosesi getdi. Deməli, bu köçürmə prosesində deməli nə idi? Birinci gedir ermənilərin köçürülməsi. Ermənilərin köçürülməsi, qısaca deyəcəm, daha yazmayacağım. Türkiyədən 90 min erməni ailəsi Ədirnə müqaviləsinin şərtinə görə, 7-ci maddəsinə görə, Türkmənçay müqaviləsinin 15-ci maddəsinə görə İrandan 70 min erməni ailəsi və paralelində isə Rusiyadan 40 min erməni ailəsi köçürür. Hər erməni ailəsində minimum 5 dənə qoduğun olduğunu nəzərə alsaq, bu təxminən 200 min erməni ailəsinə 1 milyon erməni edir. Və təsadüfi deyil ki, Rus generalı Şavrov öz xatirələrində nə yazır? Yazır ki, Şavrov, bu diyarda yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bizim tərəfimizdən bu torpaqlara köçürülənlərdir. Bunu özü Rus generalı etiraf eləyir. Bəli. Çünki regionda onlara Ermənistan dövləti yaratmaqdır. Bəzən Şavrova sual verir ki, siz erməniləri niyə bu qədər çox sevirsiniz? Deyir, biz erməniləri çox sevmirik. Bizə sadəcə olaraq regionda Ermənistan dövləti lazımdır. Lazım gələrsə ermənilərsiz Ermənistan lazımdır. Amma Ermənistan lazımdır. Məqsəd nə idi? Osmanlı imperiyasının Azərbaycanla, Cənubi Qafqazla əlaqəsini tamamilə kəsərək o neçə yüz ildir davam eləyən Osmanlı təzyiqindən Cənubi Qafqazda xilas olmaq istəyirdilər. Belə bir məqsəd var. Ona görə köçürmənin başında dururdu ermənilərin köçürülməsi. 200 min erməni köçürülür. Daha sonra köçürlər arasında Rusların köçürülməsi. Deyərsiniz, Rusların kimlər idi Ruslar? Deməli, Rusiya xarici siyasətinə gəlin bir damcı diqqət etsək. Rusiyanın imperiya siyasətinin ana xətti gedir nə? Tutduğu ərazilərdə Rus əsilli toplumları məskunlaşdırmaq, daha sonra burada özünə etnik nəyaq yaratmaq, daha sonra gələcəkdə burada yaşayan Rusların qorunması bəhanəsi ilə həmin bölgəyə girmək. Rusiyanın son 300 illik siyasəti bunun üzərində qurulubdur. Və ona görə də Cənubi Qafqazda Rusların sürətli köçürülməsi prosesini həyata keçirilir. Baxın. Moldova torpaqlarına Rusiya nə adla girdi? Güya Dnestr yanında, Dnestr çayı boyunca torpaqlarda yaşayan Rus əsilli əhalini qorumaq adı ilə, sülhməramlı adı ilə Moldovaya girib, Moldova hökuməti 15 ildən çoxdur onları çıxarda bilmirlər. Sonra Ukraynaya nə adla girdi? Yaxud lap Gürcüstana 2008-ci ildə nə adla girdi Rusiya? Çünki güya Abxaziya və Osetiyada yaşayan Rus əsilli, Rus pasportu daşıyan əhali müdafiəsi adı altında girdi. Oranı neynədir? Özə, belə deyək, muxtar vilayət elədi. Sonra isə referendum köçürərək Abxaziya və Osetiyanı özünə birləşdirərək Gürcüstanı vay gündən qoydu. Daha sonra nə gördük? Ukraynada neynədir? Krımı işğal elədi. Adını qoydu Krımdakı Rusların müdafiəsi. Daha sonra referendum keçirdi. 2014-də Krımı ilhaq elədi. Biraz da baxır, görürük ki, sonra neynədir? Şərqi Ukrayna ərazisinə, Donetsk ərazisinə, Xarkov o hissələrdə ilhaq elədi
Dedilər, nə varsan? Dedi, orada yaşayan Rusları Ukrayna təcavüzündən qoruyuram. Beləliklə görürsən ki, Rusiya xarici siyasətində Rus əsilli əhalinin qorunması adı altında bölgəyə girmək ən belə strateji xəttdir. Allah qəni-qəni rəhmət eləsin Əbülfəz Elçi bəyə. 90-cı ildə Azərbaycan 91-ci ildə müstəqillik qazanandan sonra ilk atdığı addım Əbülfəz Elçi bəy hökumətinin Rusları buradan kürümək oldu. Və ona görə it yığını buradan rədd olub getdilər əksəriyyəti. Amma buna baxmayaraq, ölkəmiz ərazisində, elə paytaxt Bakıda çoxsaylı Rus əhalisi qalıbdır ki, onların da təsiri və missioner fəaliyyəti bu gün davam etməkdədir. Bunun acı nəticəsidir ki, bu gün paytaxt Bakımızda əhali Rusca danışır, hamı özünə Rusca danışmağı bir müasirlik bilir, amma bədbəxt toplum başa düşmür ki, öz dilinə xor baxan toplumun aqibəti yaxşı görünmür. Bu gün Azərbaycanda gənc analar, atalar öz uşaqlarını Rus sektora, Rus bölməsinə qoymaq üçün Bakıda qırğın aparırlar. Təhsil naziri Emir Əmrullayevin özünün iclasının birində dediyi bir şey, biz dəhşətə gəlirik. O qədər Rus bölməsinə tələbat var ki, biz çaşmışıq. Bura, yəni, nə istəyir bu toplum? Yəni, onu bəzən də açıqsa deyə bilmir Emin Əmrullayev. Niyə? Çünki dövlət siyasətinə biraz xələl gətirə bilərlər. Çünki bizdə bir dənə buş buraxın, sıra çıxardılar. Amma yazıq real həqiqəti deyir. Millətin bu Rus sevgisi, Rus dilinə sevgisi abartılı vəziyyətdədir. Güya Rus dili müasirlikdir. Yəni bilir, Rus dilini bilir, bir xarici dili bilməyin heç bir ziyanı yoxdur. Amma niyə məhz sənin uşağın Rus dilində oxumalıdır? Niyə Pushkini, Lermontovu oxumalıdır? Nəsimini, Nizamini, Füzulini yox. Niyə Rusiya psixologiyası təfəkküründən böyüməlidir? Yəni bu müasirlik deyil, bu bədbəxtlikdir. Təbii ki, biz tarix boyu özümüzü bu millət kiməsə yamamağa çalışmışıq, kiməsə oxşamağa çalışmışıq. Bunun da acı nəticəsini tarix boyunda, tarixin özü başımıza qapaz vuraraq bizə göstəribdir. Və Rusları köçürürlər. Amma Ruslar kimi köçürür? Rusiya ərazisinin daxilində problem yaradan təriqətçi və bidətçi Rusları. Yəni təriqətçilər, belə deyək, pravoslav kilsəsinə qarşı çıxan, bidətçilər ümumiyyətlə xristian dinini qəbul etməyən bu Rusiya daxilində problem yaradan toplunu Rusiya daxilindən sıyıraraq 40 min Rusu Azərbaycana köçürdü. Və qısa vaxt ərzində Azərbaycanın şimal bölgəsində xüsusilə 35 Rus kənd koloniyası salındı. Gəldik bir də 3-cü Almanların köçürülməsi. Bax, Azərbaycana 19-cu əsrin ikinci yarısında köçürülən toplumlar, birinci yarısında köçürülən toplumlar arasında Almanlar da rol oynuyor. Almanlar kimlərdir? Təbii ki, Napolyon Bonapartın Avropada apardığı müharibəyə etiraz edən Almanlar orada neyir? Köç etməyə məruz qalır. Ruslar isə Almanları neyir? Öz ərazisində məskunlaşdırır. Və Azərbaycan daxil olmaqla Qafqaz arasında 17 Alman koloniyası salınır. Bunlardan birini Marienfeld koloniyası, o cümlədən Yelenendorf və Annenfeld koloniyası. Yelenendorf Şəmkir ərazisində salınır, Annenfeld koloniyası Göygöl ərazisində. O ərazidə salınır. Beləliklə, Almanlar da Azərbaycana köçürür. Yəni, Almanlarla Ruslar çox da uzaq deyirlər, yadda saxlayın yoldaşlar. Rusiya tarixində hakimiyyətdə olan məşhur Romanovlar sülaləsi ki var, hansı ki 19-cu əsr boyuna kimi davam etdi bu Romanovlar, onların hamısının kökü Almandır. Yəni, istər Kleopatrası, istər Çar Aleksandr, Çar Pavel, istər Pyotr, istər ondan o tərəfə Kleopatra, hamısı it yığının hamısı Rus çarlarının qanı Alman qanıdır. Bir tərəfi Rusdularsa, bir tərəfi Almandılar. Çünki Romanovlar sülaləsinin özünün kökü Alman genindən gəlir, Alman qanından gəlir. Ona görə o Almanlardan çox gözəl onlar atmeşeniyası vardır. Baxmayaraq ki, 2 Dünya müharibəsində bir-birini qırıblar. Bu, keçdi Rusların köçürmə siyasəti. İndi qarşımıza çıxa bilər nə? Buranı da bağlayaq nə? Çar Rusiyası Cənubi Qafqazı tutduqdan sonra burada yaratdığı idarə üsulu nə idi? Bu idarə üsulunun adını yadda saxlayın yoldaşlar. Komendant idarəsi. Komendant idarə üsulu. İdarə üsulu. Komendant idarə üsulunun yaradılmasında məqsəd nədir? Burada həm iqtisadi məqsəd var, həm siyasi məqsəd var. Gəlin öncə komendant idarə üsulunun yaradılmasında siyasi məqsədi deyil.
siyasi məqsəd nədir? 2 nöqtə qoyaq. 1, 2. Bax, yadda saxlayın. Komendant idarə üsulu başında Rus hərbi komendantının durduğu bir idarə üsuludur. Bunun yaradılmasında məqsəd nədir? 1. Cənubi Qafqazda Azərbaycan xalqında dövlətçilik ənənəsinə son qoymaq. Dövlətçilik ənənəsinə son qoymaq. Son qoymaq. Deyəsiniz, müəllim, bu nə anlayışdır? Bu nə anlayışdır? Deyim sizə. Siz bilirsiniz ki, belə bir dünya məşhur deyim var. Harda bir ovuz türk varsa, onlardan ehtiyatlı olun. Mütləq onlar birləşib dövlət yaradacaqlar. Bəşəriyyət tarixində ən çox dövlət yaradan türk xalqları olmuşdur. Tarixdə 127 türk dövlət və dövlət qurumu vardır ki, bu da türklərin şəxsiyyət yönümlü bir idarə üsuluna malik olduğuna görə güclü bir lider ətrafında birləşərək dövlət yaratmaq vərdişini göstərir. Harada güclü bir rəhbər varsa, dərhal həmin şəxsin ətrafında toplanan türklər yeni dövlətin yarandığını elan edir. Ona görə də o şəxsiyyətin özü, dövləti yaradan şəxs gedən kimi avtomatik onun dövləti də dağılır. Biz buna Salarilər, Sacilər, Rəbbadilər, Şəddadilər, Atabəylər və digər Azərbaycan dövlətlərinin Qaraqoyunu, Ağqoyunu hamısını deyə bilərik. Rusiya isə burada yaranacaq dövlətçilik ənənəsinin o psixologiyasına son qoymaq istəyirdi. Artıq buna həyata keçirmək üçün nə lazım idi? Çar Rusiyasına sədaqətli məmurlar yetişdirmək, sədaqətli məmur hazırlamaq. Bu onun siyasi məqsədi idi. Bəs iqtisadi məqsəd nədir? Burada yazıram iqtisadi məqsəd. İqtisadi məqsəd. Rusiyanın Cənubi Qafqazda, Azərbaycanda iqtisadi məqsədi bu da ikidir. 1. İmperiya siyasətinin, imperiya dövlətlərin ana məsələsi. Cənubi Qafqazdan xam mal mənbəyi kimi istifadə etmək, xam mal mənbəyi kimi yararlanmaq, bir də Cənubi Qafqazı özünün gələcəkdə satış bazarı kimi istifadə etmək. Satış bazarı kimi. Bazarı kimi istifadə etmək. Çünki bütün imperiya dövlətlərinin ana məqsədi var. Ana məqsəd nədir? Yeni torpaqları zəfm etmək, onun təbii sərvətlərini mənimsəmək, daha sonra özünün hazır məhsulları ilə orada özünün satış bazarını formalaşdırmaq. Dünyada gedən müharibələrin 99%-i bunun üzərindədir. Xam mal və satış bazarları. Kim daha çox xam mal ələ keçirir? Bax, bu gün başdan xarab Klon Trump hökuməti Venezuelanın arxasınca İranı vurmağı və belə deyək, yaxın şərq bölgəsini özünün boyunduruğuna salması Amerikanın nədir? Xam mal söhbətidir, xam mal mübarizəsidir. Bəs onda Çinlə nəyə rəqabətini aparır? Dünyanın satış bazarlarını yiyələnmək uğrunda Çinlə mübarizə aparır. Çünki Çinin ucuz məhsuli dünya bazarlarını ələ keçirir ki, bu da Amerikanın marağına ziddir. Yəni, bəşəriyyət bu maraqların üzərində qurulubdur. Kommersiya maraqlarının üzərində qurulubdur və bu da dünya xalqlarının daimi nədir? Fəlakətinə səbəb olur. Aha, gəldik nəyə? Deməli, düşən suallardan ola bilər nə? Buranı da belə bağlayayım. Çar Rusiyasının formalaşmasına qarşı xalq hərəkatları, yəni Çar Rusiyası elə belə keyflə qurulmuyubdu. Ona qarşı xalq etirazları 19-cu əsr boyunca hansı bölgələrdə olmuşdur? Azərbaycanda Çar Rusiyasına qarşı xalq etirazlarının 5 kateqoriyasına gedirik. Birincisi, Çar Rusiyasına qarşı, komendant idarələr üsuluna qarşı ən birinci etiraz eləyib hara? Carbalakən. Aha, niyə məhz Carbalakən? Belə ki, 1803-cü ildə daxili siyasətini qoruyub sağlayan, daxili muxtariyyətini qoruyub saxlayan və bununla bağlı andlı öhdəlik bağlayan Çar əhalisi Rusiya tərəfindən bu öhdəlik pozulur. Çarın daxili idarəsi ilə ləğv olunaraq tamamilə Rusiyaya ilhaq edilir.
Buna qarşı etiraz edən Çar Balakən nə edir? Rusiyaya qarşı üsyan qaldırır. Təbii ki, bu üsyanı tək başına qaldırmır. Şimali Qafqaz xalqlarından Şeyx Şaban və Həmzət bəyin də rəhbərliyi altında dəstələr köməyində idi. Daha sonra bu 1830-cu ildə baş verir bu üsyan. Lakin məğlubiyyətə uğrayır. Daha sonra yoldaşlar Lənkəran üsyanı. Lənkəranda vəziyyət fərqli idi. Burada mayor İlyinski deyilən bir yekəbaş var idi. Deməli, o kim ki ona etiraz eləyirdi, onun ağır vergi siyasətinə, həmin şəxsləri həbs elətdirir. Daha sonra onları qayıqla Xəzər dənizinə doğru apararaq, ayağına daş bağlayaraq dənizə tulluyurdular həmin şəxsləri. Və Rus sinovnikləri, deyək ki, əskərləri tərəfindən tutulan Azərbaycanlılar geri qayıtmırdı bir daha, görən olmurdu. Və buna etiraz olaraq 1831-ci ildə nədir? Lənkəran əhalisi üsyan qaldırdı. Bu üsyanda da İrana sığınan Azərbaycan xanı iştirak edirdi, lakin buna baxmayaraq Lənkəran üsyanı məğlub oldu. Ən böyük üsyan Qubadaydı Rusiyaya qarşı yoldaşlar. 1837-ci ildə Hacı Məhəmmədin rəhbərliyi altında 12 min dəstə Quba üsyançısı yığılır və mübarizəyə başlayırlar ki, bu mübarizədə təbii ki, ağır məğlubiyyətlə başa çatır. Acaqur döyüşü deyilən döyüşlə. Növbəti, təbii ki, hərəkat başı Şəkidə. Şəkidə yoldaşlar biraz fərqli idi. Həm vergi özbaşınalığı idi, həm də torpaq azlığı. Bundan əlavə də Səfəvilər dövründən qalmış vergilərin belə yığılmasını tələb edirdilər, yəni bir əsr əvvəli. Bu da etiraza səbəb oldu ki, 1838-ci ildə Şəki etiraz elədi, lakin bu da məğlub oldu. Quba üsyanının səbəbini demədim. Quba üsyanının başlamasının səbəbi nə idi? Deməli, çarın sərəncamı gəlir. Sərəncama əsasən Varşava ərazisində, Polşa ərazisində döyüş xidmətini aparan müsəlman alayına, süvari alayına hərbi dəstə yığılmalı idi. Azərquba əhalisi etiraz edir ki, bizim Polşa torpaqlarının uğrunda ölməyə oğul böyütməmişik və Rusiya üçün belə bir oğulları vermirik. Bax, bu hadisədən başlamışdı proses. Nəhayət, ən böyük üsyanlardan sonuncusu Zaqatala və Balakən ərazisini əhatə edir. Biz deyirik Zaqatala üsyanı. 1863-cü ildə baş vermişdi yoldaşlar bu üsyanda. Bu da nədir? Balakən ərazisində Rusların kilsə tikməsi əhaliyə sataşmaq kimi qiymətləndirilir. Və buna etiraz olaraq məhz Zaqatala bölgəsini üsyan edir. Beləliklə, 19-cu əsr boyunda Rusiyaya qarşı olan bütün üsyanlar ağır məğlubiyyətlə nəticələnir. Səbəb, birliyin olmaması, müxtəlif vaxtlarda üsyanın başlanması, üsyancılar arasında əlaqələrin olmaması, xəyanət məsələsi, bir də yetərli silah sursata və müasir döyüş təcrübəsinə malik olmamaları məhz məğlubiyyətə səbəb olur. Amma ikinci bir cəhətdən gör Rusiya qarşısında nə edəcəklər? Gəldik, çıxdıq hara? Azərbaycanda neft sənayesi. Neft sənayesi. Neft sənayesi buradan belə deyil. Adını qoyaq neft sənayesi. Neft sənayesi. Təbii ki, Azərbaycan deyəndə neftdən qırağa getmək mümkün deyil. Bura çalışacağım yerləşdirim, biraz balaca yazacağım, amma yerləşdirəcəm inşallah. Sual düşdü ki, 19-cu əsrin birinci yarısında Azərbaycanda neft sənayesinin zəif inkişaf etməsinin səbəbi nə idi? Təbii ki, yoldaşlar, bunun səbəblərini deyək. Birincisi gedir iltizam sistemi. İltizam sistemi. İltizam sistemi. Sual sizə düşdü ki, yoldaşlar, iltizam sistemi nədir? İltizam sistemi icarə sistemidir. Yəni, nə deməkdir? Torpaqları icarəyə götürürlər və bu icarədarlar burada yeni texniki yeniliklər tətbiq eləmir. Niyə? Mən bir yeri icarəyə götürmüşəmsə, ora niyə kapital qoymalıyam? Ona görə yeniliklərə meyl eləmir. Nəticədə yalnız köhnə texnologiyalardan istifadə etməklə bu ərazi mənimsənir ki, bu da inkişafı ləngidir. İkinci, məcburi əməyin tətbiqi, məcburi əmək.
Məcburi əmək anlayışı nədir? İnsanlar işlədilir qul kimi, qarşılığında yalnız yeyəcək verilir, bir də bir balaca qalacaq. Amma heç bir əmək haqqı verilmir. Və insanlar bununla razılaşmırdı, fəhlələr. Niyə? Çünki onları istismar edirlər. İndi belə təsəvvür edin ki, siz işə gedirsiniz, hamınız dövlət qurumları, qeyri-dövlət qurumları, sizə deyirlər ki, siz dövlət qulluqçusunuz, dövlətə xidmət eləməlisiniz, amma maaş verilməyəcək. Öz aramızda niyə qədər gedib dövlətə xidmət eləyəsiniz ki? Axır əvvəl etiraz eləyəsiniz də. Məhz müəssisələrdə işləyən fəhlələr etiraz edirlər. Onlar qəsdən texnika və texnologiyaları sındıraraq işin dayanmasına, ləngiməsinə səbəb olurdular. Bu şəkildə etirazlarını bildirirdilər. Gəldik neft sənayesinin inkişafına mane olan səbəblərdən biri köhnə qaydalar. Yəni, neft sənaye müəssisələrinin köhnə qaydalarla idarə olunması, köhnə qaydaların olması və yeniliyin tətbiq edilməməsi bilirsiniz ki, həmişə inkişafı ləngidir. Nəyə görə Rusiya avtomobil istehsalında irəliləyə bilmir? Hələ də 60-70-ci illərin 06-sı, 07-si necə buraxılırsa Nivası, yenə də eyni şəkildə buraxılır. Elə bil eyni qəlibdir. Bir dənə qəlbə salırlar, kubik formasında, çəkic formasında bunu buraxırlar. Ona görə də innovativ inkişaf eləyə bilmir. Amma onun qarşısında nə görür? Çin şirkəti, Koreya, Yaponiya və digər ölkələr artıq eyni bir dənə deyək ki, Hyundai markasının, Kia markasının, Toyota'nın, Mitsubishi'nin 50 versiyasını hazırlayırlar və fərqli-fərqli adlarla təqdim edirlər. Həmin adların özündə də belə təkmilləşmələr olur. Bu da innovativ yanaşma, yeni ideyalar istehlakçıların diqqətini cəlb edir. İnsanlar yeniliyə çünki meyillidirlər. Bununla da onlar inkişaf edirlər. Amma Rusiya yerində qalır. Çünki Rusiya daim elə köhnəlmiş qaydalarla idarə olunmaqda meyilli olur. Çünki bu da inkişafı ləng edir. Gəldik bir də məsələlərdən bir tələbatın azlığı. Tələbatın azlığı. Təbii ki, bir şeydə tələbat azdırsa, deməli nə olar? Bu sahəyə diqqət az gedir. Bax, bu 19-cu əsrin birinci yarısında Azərbaycanda neft sənayesinin inkişafına mane olan amillərdir. Bəs 19-cu əsrin ikinci yarısında neft sənayesi nə oldu? Neft sənayesində bir inqilabi yüksəliş oldu. Bunun səbəbi nə idi? Rusiyanın kapitalistcəsinə inkişaf yoluna qədəm qoyması onun yanacağı enerjiyə tələbatını artırdı. Rusiyada da enerji yanacaq yalnız Azərbaycanda çıxırdı. Rusiyanın heç bir ərazisində, nə Şimali Qafqaz, nə Sibir, nə Ural, həmin dövrə yaxın heç bir ərazisində neft çıxmırdı. Neftin yeganə məkanı Çar Rusiyasında Azərbaycan Bakı idi. Və buna görə də neft sənayesinə mane olan əlamətlər aradan qaldırılmağa başladı. İlk olaraq yoldaşlar 863-cü ildə yadda saxlayın. Məcburi əməklər vuruldu və bundan sonra insanlara gördükləri işin qarşılığında əmək haqqı verilməyə başladı. Bu müəssisələrdə, fabriklərdə, neft mədənlərində işləyən insanların sevincinə səbəb oldu və onlar daha canlı başla işləməyə başladılar. İkinci məsələ, iltizam sisteminin ləğvi 1871-ci ildə Rusiyada, 1872-ci ildə isə Azərbaycanda iltizam ləğv olundu. Bundan sonra hər kəs öz istifadəsində icarəyə götürdüyü torpaqları almaq hüququ əldə etdi. Kim istəsə bu torpaqları özəlləşdirə bilər. Beləliklə, həmin torpaqlar hamısı açıq tenderə çıxdı, belə deyək, auksiyona. Məhz bu torpaqlardan istifadə edən iş adamları daha sonra biznesmenlərə çevirirlər. Bax, Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Şəmsi Əsədullayev, Murtuza Muxtarov kimi şəxslər məhz bu sərəncamdan sonra çıxdılar. Çünki onlar istifadəsində olan torpaqların hamısını özəlləşdirdilər. Daha sonra bura yeni texnologiyalar tətbiq etdilər və çox yüksək, verimli bir neft hasilatı əldə elədilər ki, bu da onların həddən çox varlanmasına və neft maqnatına çevrilməsinə gətirib çıxdı. Daha sonra artıq köhnə qaydalar zamanın tələbi ilə yeni qaydalarla əvəz olunmağa başladı. Beləliklə, tələbatın azlığı, tələbatın forma çoxalması ilə nəticələndir. Bütün bu sahələr Azərbaycanda neft sənayesini dirçəltdi. Məhz bunun nəticəsi bizim neftin iyisi, qoxusu bizdən çox-çox kənarlara getməyə başladı. Və xaricilər
Azərbaycanın sərvəti üçün axın etməyə başladılar. İlk olaraq başlayın və adını qoyuram xarici sərmayə. Xarici sərmayə. Aha. Xarici sərmayə anlayışı deyəndə ilk olaraq 1855-65-ci illəri əhatə edən ki, 55-65-ci illəri əhatə edən Siemens qardaşları deyirik. Bax, bu Siemens qardaşları yoldaşlar. Bunlar Alman kapitalıdır. Alman kapitalı. Almanlar Azərbaycana təklif buyurur. Gədəbəy daşkəsən zonasının bütün mis emalı müəssisələri, torpaqların hamısını ələ keçirir Almanlar və burada mis emalı zavodları açırlar. Demək olar ki, Gəncədən düz Gədəbəyə qədər, daşkəsənə qədər bütün ərazilərdəki mis emalı, əlvan metallurgiya sahəsini Almanlar ələ keçirir, Siemens qardaşları. 1879. Bunu deyirik. Nobel qardaşları. Nobel qardaşları. Nobel qardaşları. Bunlar İsveç təbəsi, İsveç kapitalistləri idi. Nobel qardaşları Bakıda böyük neft sahələri alırlar və yüksək səviyyəli orada neft fontan vurur. Hətta o qədər çox fontan vurur ki, neft yoldaşlar. Tarixdə mənbələrdə yazırlar ki, Nobel qardaşları qayıqlar vasitəsilə öz torpaqlarından çıxan neft göllərində üzürdülər. Neft göllərində qayıqla səyahətə çıxırlar. Yəni, indiki kimi 4000 metr, 5000 metr dərinlikdən çıxmırdı neft. 2 metr, 3 metr qazmaq bəs idi ki, neft öz-özünə fontan vuruldu. Çünki Bakı dünyanın ən zəngin torpaqları hesab olunurdu. Allah ruslara lənət eləsin. Bizim bütün bu torpaqların varını, dövlətini mənimsədilər ruslar. Daha sonra gəlirik nə? 1880-ci illər Azərbaycana böyük Siyonist təşkilatının rəhbərlərindən olan Fransız kapitanını təmsil edən Rothschild, Fransa. Bunlar gəlir. Məsələn, Rockefellerlər, Siyonist Rockefellerlər. Onlar Amerikada mənimsəmə işlərinə məşğul idi. Digər Siyonist Rothschild nəsli isə Fransada fəaliyyət göstərdi. Baza Fransadaydı. Oradan ekspansiya siyasətinə keçmişdi. Beləliklə, bu Rothschildlər kimlərdir? 1906-8-ci illərdə Osmanlı Sultanı Sultan Əbdülhəmidi taxtdan salaraq Siyonist İsrail dövlətinin yaranmasını əsasını qoyan şəxslərdir Rothschildlər. Çox mənfur şəxsdir, çox mənfur, çox köpəyoğlu, gözü qan tanımayan bir köpəyoğlu idi Rothschildlər. Gəldik 1890-cı il. 90-cı illər artıq Vişaovun rəhbəri altında İngilis kapitalı Azərbaycana yol tapır və İngilislər Bakıda böyük neft sahələri alırlar. Beləliklə, bu ittifaqlar, bu əcnəbilər bir-birinin arxasında tökülür. 1913-cü ildə Oil İnhisar Birliyini qururlar və bu proseslər təbii ki, gedir. Nə vaxta qədər? 1920-ci il SSR-i qurulana qədər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən bu kapitalistlərin heç birinə toxunmadı və onların tabeliyində olan torpaqların onların mülkiyyəti olduğunu təsdiqlədi. Xalq Cümhuriyyəti dedi ki, mən xüsusi mülkiyyətə toxunmuram. Xüsusi mülkiyyət sərbəstdir. Biznes sərbəstdir, sahibkarlıq sərbəstdir. Amma bundan fərqli olaraq 1920-ci ildə qurulan Sovet Rusiyası belə bir şeyi qəbul eləmədi. Sovet Rusiyası dedi, nə xüsusi mülkiyyət? Hər şey dövlətin mülkiyyətidir, vəssalam. Hər şeyi milliləşdirdi Sovetlər. Bax, bu Sovetlərin dönəmində bunlar deməli nə edədilər? Bütün Bakıdakı sərvətlərini, torpaqlarını yarımçıq qoyub getdilər. Bir də Sovetlər 1991-ci ildə dağılandan sonra bunlar mütləq geri qayıtmalıydılar. Bunlar öz paylarını Azərbaycandan almalıydılar yoldaşlar. Bax, əsrin müqaviləsi. Bax, bunların
öz paylarını geri alması uğrunda gedən bir Qarabağ müharibəsinin nəticəsidir. Bax, bunların təzyiqləri idi ki, Azərbaycan Ermənistan tərəfindən məğlub edilirdi. Çünki 91-ci ildə Azərbaycanın prezidenti, eks-prezidenti Ayaz Mütəllibova təklif olan onun 90-a prinsipini Ayaz Mütəllibov qəbul etməmişdi ki, mən Azərbaycanın sərvətlərinin 10%-ni sizə verə bilmərəm. Ona görə Ayaz Mütəllibov neynədi? Aşırıldı Xocalı faciəsi ilə. Daha sonra hakimiyyətə gəldi Əbülfəz Elçi bəy cütlüyü. Əbülfəz Elçi bəy bilir ki, o da ona 30-un 70-ə təklif olmuşdu ki, o da demişdi ki, 30% sərvəti verə bilmərəm. Daha sonra bilirik ki, artıq 94-cü ildə bu məsələ 49-un 51-ə, təxminən 50-nin 50-nə həll olundu əsr müqaviləsi ilə ki, artıq bu şirkətlər, bu dövlətlərin deyək ki, Azərbaycandan öz istəklərini ala bildilər və ona görə də Azərbaycan Qarabağ müharibəsi atəşkəslə dayandı. Bax, bizim bir pərdə arxası elə temalar var ki, bunları təbii ki, bizə heç vaxt deməzlər. Mən risk edib deyirəm, təbii ki, indi informasiya baxımından deyirəm, amma ona görə demirəm ki, gedib bunu orada, burada danışarsınız. Sonra məni vətən xaini elan eləyəsiniz. Yəni, sadəcə bilin ki, yəni, heç də Qarabağ müharibəsi tək bilən Qarabağın ətrafında gedən proses deyil. Bu, çox böyük mübarizələrin nəticəsidir. Beləliklə, bu gün deyirik ki, necə olur ki, BP gəlib Bakının ortasında oturub Azərbaycanda ağalıq eləyir. O cümlədən Amerikan şirkətləri, Fransız şirkətləri, Rusiya şirkətləri, hamısı heç bir təsadüfi deyil. Hamısı böyük bir planın tərkib hissəsidir. Gəldik, çıxdıq nəyə? Azərbaycanda milli oyanış məsələsi. Bunu da yazaq, milli oyanış. Milli oyanış. Təbii ki, 19-cu əsrin sonlarında Azərbaycan daxil Rusiyanın müxtəlif yerlərində milli oyanış baş verir. O cümlədən Azərbaycan da bunlardan yoldaşlar geridə qalmamışdır. Belə ki, 1875-ci ildə bilir ki, Azərbaycan tarixində çox özəl bir hadisə baş verir. Milli mətbuatımızın əsası qoyulur. Əkinçi qəzetinin məhz nəşri ilə Azərbaycanda milli, belə deyək, mətbuatın əsası qoyulur. 1873-cü ildə Azərbaycanın böyük dramaturqu Mirzə Fətəli Axundovun Hekayət-i Molla İbrahim Xəlil Kimyagər əsərinin səhnəyə qoyulması ilə Azərbaycan tarixində dramaturgiyanın əsası qoyulur. Dramaturgiyanın əsası qoyulur. Dramaturgiyanın əsası qoyulur. Əsası qoyulur. Aha, bundan sonra nədir? Artıq 1885-ci ildə Azərbaycanda teatr trupalarının, teatrın əsası qoyulur. 1895-ci ildə yoldaşlar, Bakı Artistlər Cəmiyyəti deyilən bir cəmiyyət yaradılır. Bakı Artistlər Cəmiyyəti. Bakı Artistlər Cəmiyyəti. Bu cəmiyyət SSR ərazisində yaranan ilk müsəlmanların birgə cəmiyyəti hesab oluna bilər ki, bunlar məhz teatr tamaşaları qoyaraq maarifçilik ideyalarını yaymaqdaydılar. O dövrdə sən açıq-açığına qəzetlə və ya hansısa mətbu orqanla, əsərlə maarifçiliyi yaya bilməzdin və ya siyasi oyanışı təbliğ eləyənməzdin. Amma teatr sənəti nə edir? Gülüş formasında da olsa, müxtəlif səhnələr vasitəsilə insanların oyanmasına xidmət edən bir fəaliyyət sahəsidir. Sonra 1902-ci ildə Azərbaycan tarixində ilk siyasi təşkilat olan Müsəlman Gənclik Təşkilatı yaradılır. Müsəlman yoldaşlar, Gənclik Təşkilatı, Müsəlman Gənclik Təşkilatı yaradılır. Bax, unutmayın. İlk dəfə Müsəlman Gənclik Təşkilatı yaradılır. 1904-cü ildə Məmməd Əmin Rəsulzadənin də iştirakı ilə Hümmət Təşkilatı yaradılır. Daha sonra təbii ki, Məmməd Əmin Rəsulzadə Hümmət Təşkilatından çıxacaqdır. Səbəbi nə idi? Çünki Hümmət Təşkilatının öz milli qayəsindən uzaqlaşaraq bolşevikləşməsi Məmməd Əmin Rəsulzadənin bu təşkilatı tərk etməyi ilə nəticələnir. 1905-ci ildə yoldaşlar,
Yox, ekranda görünürmü buralar? Bu mən elə yaza gedirəm. Hə, görünür. Hə, deməli yoldaşlar, nəyi deyirdim? 1905-ci ildə yoldaşlar yaranır Azərbaycanda nə? Difahi təşkilatı, difahi. Bax, bunu nəyə görə təşkilatları yazıram? Çünki dünya görüşünün suallarıdır. Difahi təşkilatı. Difahi təşkilatı nədir? Deməli, ermənilərin Qarabağ bölgəsində dinc Azərbaycan türk əhalisinə qarşı apardığı qırğın və antisemitizm siyasətinə qarşı mübarizə aparmaq üçün Azərbaycanlı ziyalılar birləşərək difai təşkilatını yaradır. 1900 Bakıda yaradılır. 1906-cı ildə Gəncə şəhərində Çuvalinskinin rəhbərliyi altında İttifaq şəhər təşkilatı yaranır. İttifaq təşkilatı 1906-cı ildə. Və təbii ki, nədir? Təşkilat yenə də Qarabağda Azərbaycan əhalisini müdafiə etmək üçün yaradılır. Arxasında 1907-ci ildə Bakıda ə, müdafiə adlanan bir təşkilat yaradılır. Müdafiə təşkilatı. Beləliklə, Azərbaycan xalqının təşkilatlanması prosesi gedir. Yəni, Müsavat təşkilatının, partiyasının yaranması öz başına baş vermir. Çünki təşkilatlanma prosesi artıq başlanmışdır. Və bunun nəticəsi idi ki, 1911-ci ildə Müsəlman şərqində ilk mərkəzləşmiş partiya fəaliyyətini həyata keçirən Müsavat Partiyası yaranır. Müsavat Partiyası. Daha sonra bu Müsavat Partiyası artıq nə edir? Türk Ədəmi Mərkəzi Federalistlər Partiyası ilə birləşərək 17-ci ildə artıq siyasi fəaliyyətə atılır. Təbii ki, Məmmədəmin Rəsulzadə, qardaşı Məmmədəli Rəsulzadənin rəhbərliyi altında yaradılan bu təşkilat Azərbaycan xalqının siyasi oyanışı və gələcəkdə müstəqil Azərbaycan dövlətinin olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının əsas milli qayəsini təşkil edən bir təşkilata çevrilir. Təşkilat ətrafında olduqca böyük ziyalılar toplaşır. Təbii ki, burada Əlimərdan bəy Topçubaşovu, Fətəli xan Xoyskini, Məhəmməd Yusif Cəfərovu, Xəlil bəy Xasməmmədovu, Üzeyir Hacıbəyovun qardaşı Ceyhun bəy Hacıbəyli, Məmmədəmin Rəsulzadənin özü, Çuvarlinski, Cəlil Məmməd Quruzadə kimi ziyalı bir şəxslər, böyük türk dünyasının türkoloqu, türk mifologiyasının banisi Əli bəy Hüseynzadə, bunların hamısı Füyuzat jurnalı, cürbəcür açıq söz qəzeti, mətbələrlə, hamısı Molla Nəsrəddin jurnalı daxil olmaqla 1906-cı ildə hamısı ümumi Azərbaycançılıq məfkurasının ətrafında birləşirlər. Siyasi oyanış başlayır və bu oyanışın ana, belə deyək, maliyyətçisi təbii ki, kim idi? Böyük Azərbaycan milyonçusu, Azərbaycan türk oğlu, böyük mütəfəkkir, qarşısında dönə-dönə 100 dəfə baş əyəcəyimiz Hacı Zeynalabdin Tağıyev. O şəxsiyyət ki, onun adı heç vaxt Azərbaycan tarixində unudulmayacaqdır. Tarixi bilən şəxslər unutmayacaq onu. İndi unutturulmaq istəyənlərcəkdir, o ayrı məsələ, amma unudulmayacaq. Kim nə deyir desin, Tağıyevin adı, Məmmədəmin Rəsulzadənin adı, Fətəli xan Xoyskinin, Topçubaşovun adı bu xalqın qan yaddaşında, tarixi yaddaşında qızıl hərflərlə yazılacaq. Nə qədər unutturmağa çalışsalar da, Məmmədəmin Rəsulzadəgili nə qədər cılızdaşdırmağa çalışsalar da, o böyük Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. 114 min kvadrat kilometrə malik olan nəhəng Azərbaycanın müstəqil dövlətliyini heç bir şey olmadan, heç nədən yaratdılar onlar Azərbaycan dövlətini. Çar Rusiyasının caynağından, pəncəsindən qopararaq o torpağı onlar Azərbaycan dövlətinin müstəqilini elan edə bildilər. Əgər 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmasaydı, yoldaşlar, 100% tam əminliklə deyirəm bu sözü, başımı qoyaram bu sözümün qabağında, bugünkü müstəqil Azərbaycanın izi tozu belə yox idi bu coğrafiyada. 100% sizə deyirəm, tozu belə yox idi Azərbaycan toplumunun və ya Azərbaycan dövlətinin bu Cənubi Qafqaz regionunda. Yəni, bura böyük Ermənistanın tərkib hissəsi olmalıydı Çar Rusiyasının planına əsasən. Amma bizim oğullarımız, o tarixi şəxsiyyətlər
erməniləri buradan iti qovan kimi o vaxt qovdular və burada cümhuriyyətimizi yaratmağa nail oldular. Təbii ki, bu proses elə belə baş gəlmədi. Bu işdə Hacı Zeynəddin Tağıyevin böyük rolu oldu. Tağıyev kimdir? Tağıyev haqqında tarixi mənbələrdə nə deyilir? Tarixi mənbələrdə deyilir ki, Rusiyanın deyir ki, Cənubi Qafqazda əsas məsələsi, məqsədi nə idi? Burada xam mal mənbəyi və satış bazarı kimi bu torpaqları istifadə etmək idi. Bəs Rusiyanın Cənubi Qafqazda bu şəkildə iqtisadi siyasətinə özə nə deyir? Rusiyanın Cənubi Qafqazdakı birtərəfli iqtisadi siyasətinə zərbə vuran əsas şəxs kimdir? Bu şəxs Hacı Zeynalabdin Tağıyevdir. Tağıyev Rusiyanın buradakı iqtisadi siyasətini məhv edir. Onlar istəyir ki, burada heç nə olmasın, ancaq satış bazarı. Amma Tağıyev bir-birinin ardınca Azərbaycanda müəssisələr açır, zavodlar açır, fabriklər açır, tütün fabriki, dəri fabriki, pambıq zavodları, bir-birinin ardınca Kaspi Gəmicilik şirkəti, məktəblər, teatr binaları, bağçalar, mətbu orqanları hamısını Tağıyev maliyyələşdirirdi. 100-dən çox Azərbaycanlı gənci xaricə göndərərək oxutdurub sonradan gətirib burada milli ziyalılığı ön plana qoyan Tağıyev idi və ümumi Rusiya müsəlmanları içərisində ilk dəfə olaraq məhz Məmmədəmin Rəsulzadə ki, digər müsəlman xalqlarından fərqli olaraq ərazi muxtariyyətini ilk dəfə bizimkilər irəli sürdü. Yerdə qalan bütün Rusiya müsəlmanları yalnız mədəni muxtariyyət tələb etdikləri halda ilk dəfə olaraq 20-ci əsrin əvvəllərindən bizimkilər ərazi muxtariyyəti məsələsini hayqıraraq dedilər. Və bu ondan xəbər verirdi ki, tez bir zamanda ərazi muxtariyyəti tələb edən Azərbaycanda mütləq dövlət qurulacaqdır ki, buna da biz tarixdə şahidi oluruq ki, 1918-ci ildə bu dövləti quracaqdı bizimkilər. Mən sizə ümumi imtahan səviyyəsində çox dərin olmadan, imtahanda düşən sualları xarakterizə eləyən 19-cu əsr Azərbaycanını təqdim elədim. Sırf 19-cu əsrdir. Yəni 1801-dən 1911-ə qədəri. Gələn dərs Allah qoyursa, mən artıq Azərbaycan Xalq Cümhuriyyəti və ondan sonra SSR-nin dönəmini, yəni 1918-dən 1990-a qədər ki, Azərbaycan dövrü SSR-nin 20-ci əsrin mənzərəsini inşallah təqdim eləyəcəm, ta gələcək müstəqil Azərbaycanın qurulmağına qədər. Belə, əslində bu proqram çox geniş bir proqramdır. Dediyim ki, mən ancaq bacardığım qədər nəyi, ən əsas suallar nədən düşür? O sahələri əhatə eləməyə çalışdım. Yoxsa bunun içinə girsək 10 dərsdə mən sizə keçə bilərəm 19-cu əsrlə bağlı. Belə yoldaşlar, İnanıram ki, az-çox məlumatınız oldu. Çünki adətən belə bir problem var Azərbaycan cəmiyyətində. Bizdə orta məktəblərdə dərslər o qədər də dərindən keçirilməyib. Orta məktəblərdə tarix bizə yola verilibdir. Qiymət xətrinə oxumuşuq, nəyinsə xətrinə oxumuşuq. Ona görə də tarixə çox dərin yanaşmamışıq. Amma çox sağ olun, siz də sağ olun, Allah köməyiniz olsun. Amma tarix təkcə illərdən ibarət olan proses deyildir. Təbii ki, mən bunu illəri yazmağa məcburam. Çünki illəri yazmasam bu düzgün olmaz. Amma proseslərin səbəbi var, nəticəsi var. Yəni, bu günü heç nə öz başına birdən-birə olmur. Hər şeyin özünün yaranmasının səbəbi var. Qaynağı var. O qaynaqdan qidalanaraq bugünkü günümüzə gəlib çatır tarixi proseslər. Belə, mən sizlə onda sağollaşım. İnşallah mən qaçım gedim, qatarıma çatım və üzü Sumqayıta doğru istiqamət alın. Sizə indi materialları göndərəcəm, dərsliyini də, lövhəni də şəkil çəkib göndərəcəm. Plusla video rekordu indi atacam Tapdıq müəllimə, Tapdıq müəllim özü sizə yönləndirəcək. Belə, hər hansı bir sualınız varsa buyurun, mən qulluğunuzda. Müəllim, mən bir dənə bunu demək istəyirəm ki, burada görürük də nə qədər illər var. Mən nəsə illərə çox takıntılıyam, nə mənada, yəni yadımda saxlaya bilmirəm deyə. Ən vacibləri hansıdırsa, onları materialda qeyd edə bilərsiniz ki, məsələn, bu illər daha çox suallara düşür, biz onlara fokusu verək də. Çünki bu qədər illər inanmıram ki, yəni çox bazası olmayan bir insanın bunların hamısı yadında qalsın. Aha, mən yəqin ki, Azərbaycanca deyirəm, sən də məni Azərbaycanca başa düşürsən inşallah. Deməli, ata, anam, bacım, proses nədir? Proses bu illəri
əzbərləməyə məcbur deyilsən. Yenə də deyirəm, sənin üçün vacib olan əsas bunlardır. Amma elə proseslər var ki, sən onu xronoloji cəhətdən təsvir eləməlisən. Ola bilsin ki, sən illəri bilmirsən. Amma sən prosesi bil ki, Azərbaycanda birinci Çar Balakən işğal olub. Sonra Gəncə, sonra Qarabağ, sonra Şəki, Şaman bu şəkildə gedibdi. Yəni sən ardıcıllığı bil. İllərini heç bilmə. Yəni problemi yoxdur olmanın. Amma mahiyyətini bil ki, Gülüstan müqaviləsi Türkmənçayından öncə imzalanır. Məsələn, Türkmənçay ilə Gülüstanın fərqi deyiləndə daha çox fərqi düşəcək, ili düşməyəcək. Türkmənçay müqaviləsində deyək ki, İrəvan və Naxçıvan da Rusiyanın tərkibinə qatıldı. Amma Gülüstan müqaviləsində İrəvan, Naxçıvan hələ İranın tərkibindədir. Digər fərqi nə edir? Deyək ki, Türkmənçay müqaviləsi ilə Xəzər dənizi bir daha Rusiyanın daxili dənizi elan olundu və onun tərkibində hətta balıqçılıq gəmisi belə, ticarət gəmisi belə Rusiya gəmiçilik nümayəndəliyinin icazəsi olmadan heç kim dənizə balıq tutmağa belə çıxa bilməzdi. Və Türkmənçay müqaviləsi ilə İran hökuməti Rusiyaya 20 min çevron qızıl pul ödəməli idi. Yəni sən fərqləri bil Allahın izni ilə. İlləri əzbərləməyə ehtiyac yox. Yəni mütləq deyil ki, sən Carbalakan, Lənkəran, Quba bunların illərini biləsən. Amma təxmini bil ki, ardıcıllıq Carbalakan, Lənkəran, Quba, Şəki, Zaqatala bu istiqamətdə gedir. Aydındırmı fikrim? Əsas mahiyyətini bir də ardıcıllığını bil. Yəni illəri mütləq deyil əzbərləyəsiniz. Yəni əzbərləyə bilmirsənsə həyatda, öyrənəmirsənsə o problemi yoxdur. Əsas Müəllim, mahiyyətini bil. müəllim bağışlayın, bir dənə də sual verim. Yəni xronoloji ardıcıllıqla düz deyə bir sual olmur da yəqin ki. Bir Yəni dənə sual ola bilər. Xronoloji ardıcıllıqla bağlı bir sual ola bilər. Demirəm olacaqdır. Amma çünki onunla bağlı müzakirə gedirdi. İndi mən hər şeyi deyə bilmirəm. Ola bilsin ki, tətbiq olunsun bir sual. Amma yenə də mütləq olunacaq deyə mən bir söz deyə bilmərəm. Yəni onun elə bir şeydir ki, o istənilən vaxtı dəyişikliklər ola bilər. Amma yəni bilməyin nə ziyanı var ardıcıllığı? Bir də Cahit müəllim, Buyurun. bu xammal sözünün mənasını mən başa düşə bilmirəm. Xammal mənbəyi, yəni deyək ki, biz hansısa məhsulu hazırlamaq üçün, ipək parça hazırlamaq üçün, pambıq parça hazırlamaq üçün pambıq lazımdır. O pambıq yığılan zaman bu xam maldır. Yəni onun materialı. Deyək çörək istehsalı üçün buğda xam maldır. Rus dilində desə resurs deməkdir də. Yəni Rus resurs resurs. demək. Təşəkkürlər. Buyurun, buyurun. Hə, oldu yoldaşlar. O zaman sizlə mən sağollaşım. Özünüzə yaxşı baxın. Allah amanında olun. Öyrənin, öyrədin. Fikir mübadiləsi aparın. İnşallah mən hesab edirəm ki, yüksəliş imtahanları bir kənara qalsın, hələ onu demirəm. Bizim keçəcəyimiz, birgə öyrənəcəyimiz 8-12 dərs biz üçün çox faydalı informasiya belə deyək, mənbəyi olacaqdır. Sizlə çox şeyləri müzakirə eləyəcəyik, çoxlu informasiya mütaliəsi aparacağıq, Allah qoysa. çox sağ olun müəllim. Elə, sağ olun, gecəniz xeyrə qalsın. Təşəkkür edirik. Özünüzə yaxşı baxın, Allah amanında olun. Sağ olun. Sağ olun. Çox sağ olun müəllim, sağ olun. Sağ olun, siz də sağ olun. Sağ olun.